Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri. Güney Azərbaycan televiziyasının Ustad Dərsi proqramından yenidən sizlərin qonağıyıq və bugün də ənənəmizə sadiq qalaraq sizlər üçün aşıq havalarını təqdim edəcəyik və həmin havaların xüsusiyyətləri, ifa məqamları, kök məqamları, onların ifasında olan müəyyən incəliklər, əlavələr, artımlar, xallar, döndərmələr, güllər barədə söhbət edəcəyik. Mən indi sizlərə təqdim etdiyim Kərəm Köşkü havası idi. Bildiyiniz kimi, Kərəm havalarına söhbət edərkən biz 7 Kərəmi havasının olduğunu qeyd edirik. Kərəm Köşkü havası isə həmin havalardan biridir. Şah kökdə ifa olunur və kövrək bir notda ifa olunan havadır. Hörmətli tamaşaçılar, bu havanın klassik formasından əlavə mən bir neçə məqamlar vardı ki, əlavələr etdim. Çünki təbii ki, aşıq sənətindən biz danışarkən onu xüsusilə qeyd etməliyik ki, aşıq sənətində olan havacatların ifa məqamları 3 qrupa ayrılır. Bu 3 qrupa ayrılan havaların bir qismi yüksək səviyyədə ifa olunan, digər bir qismi yüksək səviyyədə ifa olunan və oxunuşu yüksək səviyyədə ifa olunan, digər bir qismi isə ifa məqamları çox az olan, oxunuşu mükəmməl olan havacatlardır ki, məhz Kərəm Köşkü havasının da ifa məqamları o qədər də geniş olmayan, ancaq oxunuşu çox gözəl olan bir havadır. Belə isə zaman çatdı ki, biz bugünkü Ustad Dərsi proqramında öz qonağımı sizlərə təqdim edeyim. Azərbaycanın sazlı sözlü dilbər güşələrindən olan möhtəşəm dağları, gülü, çiçəyi, ayna bulaqları, şəlalə, şırşır və şaqaraq selləri, suları olan bir bölgənin yetirməsi Vəli Şınıqlı, Vəli Qədəbəyli bugün sizlərin qonağıdır və ötən verilişlərimizdə, hörmətli tamaşaçılar, o öz sazı ilə, sözü ilə sizlərə bir neçə havanı təqdim etmişdi. Biz yenidən onu sizinlə görüşə dəvət etmişik. İlk öncə aşığımıza xoş gəldin deyirik. Çox sağ olun Nemət müəllim. Söz verdiyinizə görə minnətdaram. Mən də Güney Azərbaycan televiziyasının əməkdaşlarının hər birini salamlayıram, səmimi qəlbdən. Bütün Azərbaycan xalqını salamlayıram. Əl-xüsus, saz söz sevərləri. Və qarşıdan gələn yeni il münasibəti ilə bütün hər birinin yeni ilini təbrik edirəm. Mən bugün oxuduğum hava Gəraylı Dədə Qurbanıdan olacaq. İzmi icazənizin əhli olun. Çalay bala geley aman, ay belə girdim yarım bağçasına, girdim yarım bağçasına. Bir gün derdim ay güle, gülen ay güle, gülen ay güle, gülen ay güle, güle. Elə mən sana necən aşıqam, mən sana necən aşıqam, necə bülbül gülə gülə. Aman 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 aman, oy derdin alem, ay derdin alem, ay derdin alem.
aşığım balam, nece bülbül güle güle, nece bülbül güle güle. Girdim yarım bahçasına, bir gül derdim güle güle. Mən sana necə aşıqam, necə müştağam, necə bülbül gülə gülə. Elə naşı bağban satma gülü, satma gülüyəm. Ay naşı bağban satma gülü, hayfdin asası bulu. Alem alem ay derdin, alem ay derdin, alem ay derdin, alem derdin, alem. Yaşa, yaşa. Küstürdün şeyde bülbülüm, aman 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 aman. Küstürdün şeyde bülbülüm, daha gelmez ay güle güle. Güle güle ay güle, güle ay güle, güle ay güle, güle. Küstürdün şeyda bülbülün aman, daha gelmez güle güle, ho, daha gelmez güle güle. Naşı bağban satma gülü, hayıftı aksası pulu. Küstürdüm şeyda bülbülü, daha gelmez güle güle. Gel ay bala gel elim yaşını silmemişem. Leyli 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 derdim, alem ay derdim, alem o derdim, alem. Böyle cellat görmemişem, böyle cellat görmemişem. Alırsam ay güle güle, güle güle ay güle, güle ay güle, güle ay güle, güle ay güle, güle. Meleme ceyran meleme, meleme ceyran meleme, gel yarabın ey tezeleme. Baş gözüne sürmeleme, ay sürmeleme, ay sürmeleme, ay sürmeleme. Meleme ceyran meleme aman, kaş gözünü sürmeleme. Qurbanıyam bilməmişəm, belə cəllat görməmişəm. Eynim yaşı silməmişəm, belə cəllat görməmişəm. Alır canım gülə gülə, həmişə gününüz gülməkdə, keyfdə, damaqda geçsin. Çox sağ olun. Çox sağ ol Aşıq Vəli. Hörmətli tamaşaçılar, bildiyiniz kimi şeirlər bir-birinə təsir etmək gücündədir. Daha doğrusu, ustadların, şairlərin bir-birindən bəhrələnməsi, bir-birindən bəhrələnərək yeni bir şeirin yaranması bu təbiidir və bu əslində Səməd Vurğunun bir gülə-gülə şeiri var. Məni
yadıma həmin şeiri saldı. Maral çıxdı dağ döşünə, səhər vaxtı gülə-gülə, sağ əli ilə sol döşünə bir gül taxdı gülə-gülə. Dedim, ay qız, nədir adın? Dedi, mənəm gözün aydın. Dedim, mənlə dost olaydın. Dönüb baxdı gülə-gülə. Ay dolandı, ul dolandı, il dolandı, unuduldu eşqin andı. O verdiyi sözü dandı, daşa çaxdı gülə-gülə. Göründüyü kimi, yəni 16-cı əsrdə Qurbaninin yazdığı Gülə-gülə şeiri və 20-ci əsrdə Səməd Vurğunun yazdığı Gülə-gülə şeiri. Şeirin rədifi gülə-gülə olsa da, hörmətli tamaşaçılar, görürsünüz ki, necə də gözəl, bir-birinə bənzəməyən bir poetiklik, bir gözəllik var. Ümumiyyətlə, istər şeirdə olsun, istər havacatlarda olsun, istər sənətkarların oxumalarında olsun, bir-birindən bəhrələnmə, bir-birindən istifadə edərək yeni bir formanın meydana gəlməsi təbiidir və bu da elə sənətə bir gözəllik verir. Vəli Şınıxlının ifasında siz eşitdiniz Şəqaiq Əralisini. Şəqaiq Əralisi ümumiyyətlə, hörmətli tamaşaçılar, bir neçə oxunuşu bir neçə bölümdə oxumaq mümkündür. Zildən, bəmdən, orta registrdən səsləri verməklə. Çünki bu havanın özünün də imkanı geniş olduğundan həm bunu ağır tempdə, orta tempdə, yaxud da sürətli tempdə oxumaq mümkündür. Bu nöqteyi nəzərdən biz Gəraylı havasından danışarkən Mina Gəraylını, Azaflı Gəraylisini, Sallama Gəraylı və digər silsilədən olan biz Gəraylıların adını çəkə bilərik ki, bunların da şeir mahiyyəti ilə hər birinə Gəraylı oxunsa da, ifa məqamlarında biz görürük ki, müəyyən fərqlər var ki, bu da havaya bir gözəllik gətirir, havaya bir rəngarənglik gətirir və istərdim ki, bu məqamda mən sizlərə bir halda ki, biz Gəraylıdan danışdıq, bir Mina Gəraylı havasını təqdim edeyim. Hörmətli tamaşaçılar, bir məsələni mən qeyd edim ki, bunu mütləq vurğulamaq yerinə düşərdi. Mina Gəraylı havasını Kamandar Əfəndiyev o qədər gözəl oxuyub ki, istər-istəməz hər kəs oxuyanda o ləhcə ilə, o boğazla oxumağa cəhd edir. Mən havanı ifa etməmişdən qabaq bunu deməyi özümə bir borc bildim. Çünki hər bir ustadın ifa etdiyi havalarda hər kəsin özünə məxsus xallar, güllər, döndərmələr olsa belə hər kəsin, hər bir ifaçının, hər bir aşığın özünün xüsusi bir neçə havaları var ki, o havalar sanki elə ondan başqa yüksək səviyyədə kim oxuyursa belə yenə elə deyirlər ki, Kamandar kimi oxu, yaxud Ədalət kimi ifa et, bu havanı Xanlar kimi oxu, o bir havanı Əkbər kimi oxu, bu havanı İmran kimi oxu. Yəni, müəyyən havaları var ki, mütləqdir ki, qulaq asan tamaşaçı onu istəyir, onu tələb eləyir.
dedim elə bu arzun ailələ. Ot parçasıymış. Çatan olmadın olmadı bala lay la lay la lay la lay la lay la. Yaşa yaşa adam. Kendi kaldılar. Neyim etmedi? Qardaş məni aldatma ki, xatan olmadın olmadı balam lay la lay la lay la lay la lay la lay la lay la. Qardaş mənin aldatma ki, xatan olmadın olmadı bala lay la lay la lay la lay la lay la ağrın alın. Allah rahmet eylesin. Torpağı sen yaşasın. Bu arzu ot parçasıymış, çatan olmadı, olmadı. Qardaş məni allatma ki, xatan olmadı, olmadı. Ürəyin nəfsinə yaxdı. Anam günahına baxdı, tale bizi dağdan atdı, tutan olmadı, olmadı. Dedim elə məlahət həmaylələ. Düşdüm dilə. Nəfəs verdim incə telə. Bala lay la lay la lay la ağrın alım, ağrın alım. Ona belə yüreğimin aldım elə. Yatan olmadın olmadı bala lay la lay la lay la ağrın alım. Yaşa yaşa. Yüreğimin aldım elə. Yatan olmadın olmadı balam lay la lay la lay la lay la lay la. Hörmətli tamaşaçılar, Güzel güzel. Mina Gəraylı havası idi. Təbii ki, indi mən oxuyanlardan da üzr istəyirəm. Çünki mənim Çok güzel okudu bizim. səs imkanım hal-hazırki vəziyyətdə o həddə deyil. Çünki mən çox danışıram. Təbii ki, bu belə də olmalıdır. Mina Gəraylı havası bildiyiniz kimi Şahkökdə ifa olunur. Burada da qeyd etdiyimiz kimi Gəraylı şeir formasıdır. 8 hecalı şeir forması və özünüz də gördünüz ki, Gəraylıların bir-birindən ifa məqamlarında çox böyük fərqlər var. Bu məqamda istəyərdim ki, Aşıq Vəli fürsəti əldən verməyərək ürəyindən keçən hansı bir hava varsa buyursun məclisimizi İzin icazənizlə bir orta sartı ilə oxuyaq. Buyurun. Aşıq Əkbərin.
Demək ki, şirinəm bala bənzərəm. Şirinlik insanın kəlməsindədir. Bəzi gözəllərin, bəzi qızların eybi çox danışıb gülməsindədir. Dünyada gözüm yoxlar olsa için, nəyimə gərəkdir mirvari inci. Ürəyin şadlığı, qəlbin sevinci yarım asta-asta gəlməsində. Sazıdır rəhbərin ağız ləzzəti, hələ götürməyib ağrı minnəti. Dostunam deyənin mənə hörməti, sənətin qədrini bilməyindədir. Allah rəhmət eləsin ustadaşı rəhbərə. Sədəfli saday dilə gəlsin, dilə gəlsin, dilə gəlsin, dilə gəlsin, dilə gəlsin. Ay belə yanıq kərəm ay, ay balam, axıb teldən telə gəlsin, telə gəlsin, telə gəlsin, telə gəlsin, telə gəlsin. Ay aşıq qardaş telləri vurur, sədəfli saz dilə gəlsin. Yanıq şərəm, qoz şoroğlu, axsın teldən, telə gəlsin. Ay belə yay bağlanmışam ay. Ürək gəldi ötür barda, aman aman, aman aman, qaş kamanda da qalır. Ay balam, bəmdən qalxıb zilə gəlsin, zilə gəlsin, zilə gəlsin, zilə gəlsin, qada qalır. Bağlanmışam ana yurda, ürək dil ötür burada. De bayaqsı xırda bəmdən qalxıb zilə gəlsin. Yaşa. Ay belə yaşı rəhbərə, ay saplaqsan, iller boyu uzlaşacaqsan. Yer ceylana, yer ceylana, moya heyran derdin alen, derdin alen. Ayna koşmalar
Gedən ay balam, ay balam, ay balam, ay canan, ay gülüm qoşacaqsan. Ox səsin xoşa gəlsin. Ox səsin xoşa gəlsin, xoşa gəlsin, xoşa gəlsin qadan alım. Ay dərdin aləmə yar yavaş get.